Salam dostlar, mən Məmmədov Əli. Bugün sizlərlə bir yerdə Mr. Meat adında oyun oynayacağıq. Bunun Azərbaycancasını bilmək istəyirsinizsə, domuz adam, domuz kişi, domuzla əlaqəli bir şeydir. Nəsə bilirsiniz, yazarsınız yorumlara. Bizim burada bir-iki də fərqli sonlar var oyunun qurtarmağına. Biz bugün bu qızı xilas eləyəcəyik. Bu ödül verirlərmiş bunu xilas eləyib qurtarana. Gedirik də. Ya Allah. Həmişə ya Allah deyib başlamalısınız. Yazıdan gəldi olan buranın ağası. Bu qızı xilas eləyəcək dostlar. Görsən bunu elə bu qaçırıb. Gedirik görək bunu nətər xilas eləyəcək. Mən olsa oyunu bilirəm, rahat oynayacağım. Yəni bu videoya baxdıqdan sonra gedib rahat oyunu qurtara bilərsiniz. Məndən baxın öyrənin də. Məmmədov Əlidən baxın öyrənin. Getdik ya Allah. Burada belə oldu. Buralar satdıyam olsun, bu oyunu bir-iki dəfə qurtarmışam deyənə. Əzbərə bilirəm də baş hissə. Bax burada. Bundan nə eləyəcək? Gedəcək ki, ikinci qata çıxmalıyıq. Buna görə də bu Mr. Meat'i loxlamalıyıq. Bura atacaqdım, o bura qaçacaqdı da olmadı da, öyle gəldi. Öz elə işimə yaran şey elədi, xəbəri yox. Nə deyim, axmaqdır da. Bir adamın kağıdının başında domuz var, o adamdan adam çıxmaz. Domuz da onsuz haram şeylərdir. Domuz yemin, ne? Domuz, ya mən deməsəydim, o gedib yiyəcəkdir da, neyse. Bunu bura tulluyuruq, bu bir də orada işimiz yarayacaq, bu orada şey görsün orada. O mavi kapı var orada, bak düz burada, bak gösteririm ben. Ya bak oraya gideceğiz. Beni gördü ha. Görürse gördü. Ya var. Bak buraya gideceğiz. Buranın kapısı bağlıdır. Elə bir taxtayla bağlıydı da bunun ağlına. Özünə tər girib onu götürəcək da bilmirəm. O oyunun axmaqlığı da. Ya buraya bağlamısan ha. Məsələn belə bil bu içəri girmək. Nətər girəcəksən? O boyda qarnın kişi nətər buram tullanacaqsınız Allahım. Sağ olun, özü oqqabazlıq edirlər. Burada nəsə çıxmadı. Püh. Kod çıxdı. Hə, kod çıxdı. Kod yaxşı kod. Kod yaxşı bir şeydir, hə. Kod çox yaxşı bir şeydir. Ya Allah. Hə, bax bunu yenə loxlayacaq dostlar. Mən bir dənə izləyim qaqaşısı. Qaqaşısı baxın, Məmməd Əliyə baxın. Hə, o ora getdi. Hələ bir çəkiş tapmalıyıq oraya. Çox işimiz var ya dostlar hələ. Sakit. Deyirsə tutacam. Tutarsan hə. Tutar nə indiyə qədər. Püs. Hə sıfatla. Burada nə işin var hə. Domuz hə. Buradan badız oradan gəlib qapıyı bağlayacaq. Buradan belə gedəcək. Birinci bura gəlirik. Buna bir bam. Buradan çıxmadı. Püh. Bu görsün olsun mən bu loxdan qaçaram. Bir adamın kağıdı domuzla başlayırsa o adam adamdır. Bunu mən sizə neçə dəfə demişəm, bu əzbərə bilin. Domuz adam. Deyən görümü. Adın görsən niyə domuz qoyub? Yəqin dostlar buna ləqəb taxıb. Ləqəb ləqəb deyil, o bəzi dostlar olur. Yəni əsəbləşdim onların adını çəkəndə. Belə ad qoyurlar adama. Nə deyim? Bunu da yəqin dostlara qoyub o adı. Da özünü savuna bilməyib. Hələ bilmirəm bu niyə bu qızı qaçırıb hələ. O bəlkə başqa bölümlərdə bilərik. Bunu oyunun ikinci bölümü də var. Özüm oyunu da oynayacağım. Onu orada da şey eləyəcəm. Hələ bu oyunun bir-iki dənə sonu var. Sizə onu da paylaşacağım. Onu da eləyəcəm. Mən bu domuzun axırını qutaracağım. Yəni şey axırına çatacağım. Öldürəcəm. Kəsəcəm. Nəsə eləyəcəm dostlar. Çox ağızda şey eləməyin. Yozmuyor. Kısa konkret yozmuyor. Yozmaq pis bir şeydir. Yozmuyor. Eləmiyor. Ya Allah. Bunu da sındırdık. Bura getdi. Şimdi biz gerək buranı şey eləməliyik. Orada bir laboratoriya var. Qızı orada saxlayır o şərəfsiz. Oy bu nə? Səndən şərəfsiz yox. Şərəfli. Sən domuz deyən domuzdur. Gəlir sağ bundan loxu yoxdur ki bu domuzun mən. Bir də şillə qoyaram qulağın dibinə.
uçarsa. Domuz ya. Görürsünüz dostlar, gəlib mən orada söz deyirəm. Mən də bilirsiniz ki, qorxmuram da bunlardan mən. Mən bunlardan niyə qorxum ki? Bir kəlmə onu deyim, bir dənə o domuzdan qorxuram. Ya Allah. Allah, domuz da yeyib çıxarmayıb. Yeyib çıxarmayıb. Başa düşürsünüz? Siz onsuz özünüz bilirsiniz də mən demə. Yeyib ancaq çıxarmayıb. Yediyini çıxarmayıb, ona görə elənsiydi. Bir dənə vurdu kəllə. Neyse dostlar, bu alsat sattı. Buradan bir dənə diye qırırıq. Bir daha bu domuz mənə burada görməsəydi. Bir daha bu domuz mənə burada görməsəydi. Baba sonradı baba. Qırağa getdi gözlə. Gözlə. Burayı açma. Bunun bir daha burada laboratuvarı var. Özü də onsuz var, varlı adam, biznesmendir. Bu elə adamdır, bura bax. Belə bir markası, bu markadır. Ya bir adam niyə markasının adını lənçik olar? Deyim də sizə niyə bir adam markasının adını lənçik olar? Ona görə ki bu adamdır, bu domuzdur. Neyse. Düşülümüzü bir qırağa bırakıp oyunumuza devam eləyək ki mən la qoymayaq da baş. Elə belə əylənirəm də özüm üçün, bu səhifədə elə belə əylənməyək. Özüm onsuz deyəmədən belə qorxu oyunları, belə ağıl lazım olan oyunları oynayıram axı. Dedim mən bunu niyə YouTube'a paylaşmıram? Və bəlkə tanıdım, tanınmış oldum, bəlkə abunəm artdı. Hardan bilmiyorlar, Allah'ın işidir. Allah'ın işidir, hardan bilmiyorlar. Ben bu kanalı ya Allah'la açmışam, neden danışsınız? Bu kanal tutmamalıdır, tutacaq bu kanal. Gələcəyin möhtərəm kanalını əslində də baxın. Baxmayın, 40 neçədən abunəm var. Hamısına can qurban. Yəni, mən abunə olan hamıya çox təşəkkür edirəm. Sizi unutmayacağım. 100 bin abunə də olsam bu günlərimi unutmayacağım. Bu mənim ilk videomdur. İlk videom. Görüm də bu ilk videodan zayin çıxarmasam. Dəf kimi olacaq. Dostlar izləyin, bir də like atın da mənə. Hər gidirəm bax. Özüm də onu təzə açmışam. İlk şeyimdir bu. Şey. Yazmıyor. Hə. Bu mənim olsun ki ilk şeyimdir. Yazmıyor. Hə. Neyse. İndi bir dəqiqə. İlk videomdu hə. Yani abone olsanız da olmamağınız elə sizə maraqlandırır. Abunələri mən sizə məcbur eləyə bilmərəm. Ancaq like atmaq heç nədir. Like atsın heç nə etdirməyəcəksən sən ol. Sonra gedin mən o videolarıma zatlarıma da baxarsan, ondan sonra abunə də olarsan. Eləncik də. Elə də yəni bu lox domuz. Mən yenə təqib edir. Elə bir saçma, sən o qarından. Sən mən nəxəcə, o qarnı var. Yiyib çıxarmayıb da o. Onu sən domuz yiysən də, sən domuz. Domuz, hayla qaçam mən. Hə, domuz. Domuz kimi yiyirsən. Olmuşsan ki, domuz. Ay, həqiqdən bu ara ət şey yağın işləri, bu yağın dəqiqə başı ət yiyir də. Bir yağlara haldən ki açanda fikir vermədim, ancaq bunun haldən ki bütün ətdir ya. Sən öldür. Bax buradan bura giririk. Bu şeyləri bağlayacağım mən. Səsləri. Bağlaya bilməyəcəm, ona görə ki mən ingiliscə bilmirəm. Buradan səsi azaltdım telefondan. Da bilmirəm o kaydetçidə azalmayacaq. Azalmasa çox bağışlayın. Çox bağışlayın azalmasa. Ya, eləyə biləcəm şey o, mən ingiliscə bilmirəm. Nə bilim. Nə qədər başıma da vurdular, öldürdülər də mən yenə öyrənəmədim də bu ingilis dilini bilət. Püfürüm belənçi ingilis dilinə. Bir dənə də belə Azərbaycanda qoymurlar oyuna. Azərbaycanda olmasa heç olmasa Türkçə qoy. Türkçə bilirəm də mən onsuz. Heç birini qoymayıblar. İndi biz kimi gözləyirik deyəndə ki, biz şeyə gözləyirik, bu loxu. Bu domuz şey deyəcək də, elə bir ora girəcək, 1-2 dəqiqə ora baxacaq, sonra çıxacaq. Bir dəqiqə mən niyə oranı açdım? Abi o başqa sorun idi. Ay, sən ona lox deyirsən, özün ondan da loxsan, sən öl. Nəysə orada da mən gedib orada kassayı açarım, orada olanda. Gedib bunun kassasını açarım. Orada bunun bir dənə açarı var, onu götürərik. Sonra 1-2 dəqiqə şey var, o əlcə lazımdır bizə. Sizə orada göstərəcəm, gözləyin, səbirli olun. Qaqaş səlliyin, səbirli olun. Bax burada bir dənə şey var, bu belə bir şeydir. Bax bunu götürməliyik oradan.
Tabii bunu belə götür asit diye sen öldürən bu asit hardan tapıb. Bu adamları bu şeylikləri, ölən adamları belə bura qoyurlar, yandırırlar. Bunu at buraya lazımdır. Hə, bu qırmızı açarı götürürük. Niyə götürürük? Ora qoymaq üçün. Mən bir anda o qapıyı açdım, mən loxluğuma görə açdım. Heç bir şey yaramır o qapıyı açmaq. Sən öl deyirəm. Sənə də özüm əsəbiyəm onu elədiyimə görə. Özümü biabır eləyirəm ya. Baba Holding'deki bütün ətlər bura tökülüb. Bir də bunlar Holding'dən nə? Ha buna bir insan niyə bura belə bir şey açıb buradan həyətin tualetinə bağlamaq istəyir ki belə bir yerə. Sən yəni bu bir dəqiqə mən bunun sımağının altındayım. Ay sən olay belə burnum getdi ay. Bir dəqiqə. Bura bunun pox atdığı yer olsa, bunun üstü də elə bunun sıçdığı yer olsa, mənim əlimdəki şey burada nə gəzir? Taxta, sıçma yeri, tırığın olduğu yer. Hə nəysə dostlar, harda qalmışdıq? Biz belə şeylərdən danışmaq lazımdır. Nə qarırdıq biz? Mən niyə oyunun səsini açmıram? Loxam da. Yadında saxlaya bilmirəm də, bu yaddaş problemi məndə düzəlmət də. Hər şeyim var, bir də B12'm yoxdur. Pıs fatva. Pıs. Ay də gəlir. Ha, Allah şeytan ələtəz. Ha, görsən, bu bunun moru, bir dənə belə təpi qoyaram sənə. Bir dənə belə vuram, deyə bir təpi qoyaram. Uçar Mən niyə bura girirəm o ay dədənənə var. Loxam da, lox. Bir dəqiqə o yer lazımdır ki. Hə o şey aslında orada əlcə götürüb onu çıxarmalıydıq. Ancaq ki oyunda bug'lar olur bəzən. Bir dənə bu lazım olur. Bizə bir daha qırmızı açar lazımdır. Səviyyəsiz gedə bilsə biraz çıxsam mənə görə ölmədim. Öldüm. 100% öldüm. Ölmədim. Ya. Mənim heç qorxmadığımı sizə demişdim. Mən belə oyunlarda heç qorxmuram. Onu mən sizə demişdim. Deyəsən demişdim. O domuz girdi. Hə, o qapıyı bağladı. O domuz orada qaldı. Elə yaşa domuzunla. Adam domuzu evinə salar. Pıs dedim sıfatlısa. Sizi yox sənin. Domuzu görsən domuzu evinə sal. Bu qədər şərəfsiz olunmaz ya. Həzrəti Muhammed Peyğəmbərimiz, Həzrəti Məhəmməd Peyğəmbərimiz deyib ki, evinizdə sadəcə pişik saxlayın. Belə şeylər saxlamaq qadağan olur. Adı yanına çıxdı, çox bağışlayın. Hə, pişikləri sadəcə baxın. O itlərə və ya işte domuz və ya başqa bir şeyə baxmaq günahdır. Hə, yox, itə baxmaq günah deyil, amma evin içinə salmaq günahdır. Eləncə olanda evin içinə mələk girmir. Barışsız, yəqin ki barışsızsınız. Mənim qədər lox deyilsizsə barışsızlar. İndi mən qırmızı açarı hardan tapa bilərəm, bir dəqiqə. Bax, qırmızı açarı hardan tapırdılar, ay. O ay adından çıxdı səni. Qırmızı açarı hardan tapım, hə. Qırmızı hortdan deyil. Qırmızı. Hardan tapırdılar, qırmızı. Hardan tapırdılar. Qırmızı açar. Bak kırmızı açar şeydə bu yeşil açar ben ne asır mesela. Ben oyunu bir iki defa oynamışım da profesyonel değilim de dostlar. O profesyonel olmadığıma göre de tam bilmemeyim olsun normal. Ben bunun dəqiqə başı gündə hər ay oynamıram ki, ona görə qırmızı açan yerim bilmirəm. Qırmızı açan yerim. Vay, biabır oldum hə. Birinci videomda biabır oldum hə. Qırmızı açar tapı.
Qırmızı açar tapın mənə. Ay dədə. Ay dədə nənə vay. Tabi. Bu yaşlı açarla mən nəyə aça bilərəm? Bir daha çıxım sonra bu domuz getsə inşallah ki bu gedər. Bir dəqiqə bu yaşlı açarla bunu açmamışdım. Mən niyə bunu götürdüm ki? Burada bir dənə şey açar yoxdur. Bismillah, 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 bismillah. O ne oldu ha? O ağlın başımdan çıktı senin. O ağlın başından çıktı. Oy, ne kadar korktum ha. Sonra dostlar birdən-birə qabağıma çıxdı, yoxsa mən qorxan deyiləm. Sonsuz mənə bilirsiniz. Mən ilk videodan tanıyorsunuz. Bir dənə videoda görmüşsünüz, mənə niyə tanıyorsunuz ki? Bir də dostlar, altı TikTok kanalımın linkini atacağım. Gedir sonra, nə qarşısız bilirsiniz, gedir sonra mənə dəstək edirsiniz. Mənə abunə olursunuz. Və qırmızı açar əlimdəymiş. Təbii ki mən bu domuza lox deyirəm, amma özüm ondan da loxam. Bu bir gerçəkdir. İnkar olunamadı bir gerçəkdir. Ay qız gəldim səni qurtarmağa. Ay qız, ay qız, ay qız. Hə, düşüləmə. Getdi. Salamat. Tezza bunu kucağa götür apar, hə, qaç, tez ol. Bir də bu nətər yaxşı domuz oradır. Domuz orada olsa ikimizi də üst-üstə qoyub şey eləyəcək. Nətər deyə, qohumlar izləyir bunu. Elə belə açdığım kanal idi. Nəysə, birinci sonu idi bu. Bu birinci sonu idi dostlar. Hələ onun ikincisi var, üçüncüsü var, dördüncüsü var, var. Hələ ki bunun hələ baxın. Salam dostlar, mən Əli Məmmədov. Bugün sizlərlə bir yerdə, yenə bu oyunda, yenə bir yerdəyik. Oyunumuzun adı, onsuz ki o biri bölümdə demişəm, yenə deyim. Mirror Meat. Yəni, İngilizcəni Azərbaycan çevirmək lazımdırsa, ət adam, ətdən adam, ətdən kişi. Neyse, hər nədirsə, bugün o biri bölümdə bunun birisi bir də qız var idi, bu qız. Onu xilas eləmişdi. Bu bölümdə də deyim nə qaracaq? Mr. Meat'i polisə verəcək. Mr. Meat'i hapisxanaya atacaq. Getdik. Dostlar, çox uzatmaq istəmədim. Başlayaq. Ya Allah, bismillah. Dostlar, yaddan çıxmaq üçün həmişə bismillahla başlayım. Həmişə bismillahla başlayım. Buradan getdim Mr. Meat'in evinə. Ya Allah, bismillah. Gir, tez olsa. Tez olsa, bunun yenə bir dənə boynunun dalına bir də şillə qoyacaq dostlar. Səhər onu şilləyi biz yox, polis qoyacaq. Mr. Meat, büyün var, büyün sənə polisə verəcəm. Görərsən də sən, görərsən. Təbii biz bunu polisə vermək üçün bəzi şeylər eləməliyik. Bunun üst qatında bir dənə otağı var. O otaq edməliyik, qırmızı otaq. Səpırışmayın, qırmızı rəydət elə deyirəm. Orada bir də şəkil edib onu götürəcək. Sonra gedib bunun laboratoriyasına girəcək. O laboratoriyadan elə şey zat götürəcək də bunun. Bəzi dənəylər zatlar eləyir, onu orada sizə göstərəcəm. Dənəyləri görsün deyəcəksiniz, bismillahirrahmanirrahim. Bu nə qarır? Bu getdi də, hə? Baba elə açdıq, hə? Ağız açıq qalacaq da dostlar, səbirli olun, ağız açıq qalacaq. Mən sizə deyirəm. Orada o laboratoriyada nələr eləyir, bir bil söz var ha, deyirsiniz ha, bu nətər şeydir, bu nətər şeydir. Hələ indi gözləyin, hələ yenə o laboratoriya gedəcək. Mən keçənki bölümdə o şeyi, onun içindəki o yeri boşuna açmışdım, sər boşuna olmayacaqdı, oradan elə lazımlı olduğuna görə atacaq. Yəni, bu səfər loxluq eləməməyə çalışacağım, yəni. Keçənki bölümdə elə 67 nəfər baxıb, 62 nəfər. O, 3 dənə adam bəyənib, elə onun biri də mənəm. Gözləmirdim təbii 10.000 like, ancaq da belə də olmaz ki. Olmaz ki belə də, bir yabırçılıq deyə də bu. İndi dostlar, biz nə qaracıq deyəndə ki, bir dəqiqə. Buradan gedirik, biz bura, hə bunu tapdıq, hə. Bu da yaxşıdır. Gözlə, qapıyı örtüm, o qapıyı açana qədər onsuz 20 il keçəcək o qapıyı açana qədər. Pah, göyə gəlsin, ona mət tuta bilərsən, hə. Cavan oğlanam, sənə apararam mən. Buna bax, nətər dalıma düşür. Sən bura gəl, bura. Bunu bura atıram ki, bunu loxlayacam. Bu elə biləcəm, mən oradayım, zora gələnə qədər, oho, mən gəlib laboratoriya açaram. Getdin. Bak, bir də qapı. Qapıyı da bağlayan birəm. Ay, lox. Yaşlı açarım var, sən hara getsən. Hər şeyim dəyişib, bir daha bu loxluğum dəyişməyib də, nə deyim. Keçənki bölümdə bu səs problemləri var idi, onu
Böyük ehtimal bu bölümdə düzələr. O da böyük ehtimal. %100 ehtimal vermirəm. Bu bölümdə düzəldənməsəm o biri bölümdə düzəldəcəm dostlar. Narahat olmayın. O biri bölümdə düzəldənməsəm deyəcəm o biri bölümdə düzəldirəm. Elə eğlence gedəcək də bu döngü. Ancaq axır bir düzəldəcəm. Səbirli olun, səbirli olun. İndi gedəcəyik dostlar. Buradan içəri giririk. Gedib orada çəkici götürək. Baba buradakı. Bunu götürək. Səs gəldi, o ora gedəcək. O ora gedəndə biz buradan keçəcəyik. Buradan dümdüz gedəcəyik. Ora kameraya sındıracağıq, qəşəng. Dəf kimi. Dadlı isim o. Anavatan təyirə. Çürü ət diyor. Cəmaata çürü ət verir. Bu domuz əti. İnək əti. Qoy inək əti. Bir də üstünə yazır halal ət. Elə satır bu. Bax, ət, inək ətin qoyur üstünə yazır halaldır bu ət. Ha, belə şey olar ha. Cəmaatı niyə domuz əti yedirirsən? Bam. Getdi nə salamat. Oy, belə gəlmə. Ay. Sən belə domuzum var ha. Gəl. Mən çəpərimi gətirərəm, sən öl bura hamımızı qırar. Mən səbləşmə çəpərimi gətirsəm sənin axırın pis olacaq. Sən yazılın gəlir deyə gətirmirəm, yoxsa gətirərəm. Oradan keçsin oradan. Mənə bir də görmə, hə. Yəni getdi nə? Elə bil mən bu domuzdan qorxacam, elə də şeylisiniz. Mən domuzdan qorxanam, hə. O biri bölümdə bu mənə qan qusturdu da, sən öldürəm. Hə, getdi o. İndi biz gedəcəyik oradan şey gətirək, o burada tox var, o toxu şeyliyə, qıraq. Nə insafdır 70 qat bağlayıb, özün də təl girəcəksən də adama deyərlər. Mən gəlməsəydim o oraya heç girməyəcəkdi də yəni. Nəysə. Burayı da açdıq, bunun içindən bəzi şeylər var, onu götürməliyik. Buradan belə aşağıya gedirik, biraz da gedirik. Burada bunun şeyi var, silahı. Silah dediyimdə şeydir bu. Nətər deyərlər, bayıltıcıdır da, iynədir bu. Mr. Meat'e bir dənə vurum da bundan bu loxa. O şimdi bir daha var gəlir, qabağıma çıxsa vuracam. Bak gəl. Bak bir dənə ürəyindən vurdum. 60 saniyə getdi bu bizdə. İndi rahat nə istəyir eləyək. Heç getdi o. Bir dənə şeyim qalıb, vura bilməsəm oyunu təzədən başlatmalı olacağam. Böyük ehtimalla da vura bilməyəcəm, mənim loxluğumdur. Bir də gəlib məni şeyləsə, getdi, mən görmədi. Nəysə. Burada bunun üstünə qoyub biz oradan götürəcəyik. Baba bu düz bura qoyub. Bab. Qəşəng. Qardaşız eləyir də, qardaşız. Qardaşsa baxın biraz örnək olun. Örnək olmayın, nə şey? Mən oxşuyum. Nəsə olun da. İndi bax getdik. Yəni yenə tüşüləmədən başladı ha mən. Arada belə tüşüləyib tutur sən öl. Bir daha gedək. Nə oldu? Ha gedək. Ölüb də ölünün arxasından danışmazlar. Bir də girəmirəm ki, loxam da lox. Streamdən də loxam da. Ha bunu buradan belə giririk, əşya açırıq. Ha, o açılana qədər indi biz yenə evə qayıtmalıyıq. Ay, qayıtmamalıyıq. Niyə qayıdırıq ki? Evə qayıtmaq lazımdır. İnşallah mənə görməmiş olar. Gəlir bir də çıxarıb biz oradan bir dənə əkilə bir dənə başımıza qoyacaq. Harı da o. Ha getdi ha, loxdur da, lox bizi görədilər ha. Gördük ki, püh. Malını orada qoyardıq, rahat nəhsiri götürərdik ya. Keyif oldu. Domuz yox da, domuzdan çox qorxuram da, bundan daha çox qorxuram. Bu onsa o qarnı ilə bizi tuta bilməyəcək, bilirəm axı. Ona görə ondan qorxmuram. Ancaq ondan da oradan it kimi qorxuram da, nə deyim. Çəpərimi gətirsəm hamısı gedər, o ayrı məsələ. Çəpərimi gətirsəm hamısını qırar dağıdar. Kezbizar buradan bura giriyor. Bak kırmızı otaq buradır dostlar. Bakın bunu yozanların hamısının püç sıfatına. Bir de biz buraları yığa. Yok bu yıkmalı bir şeydir yok. Bunu yıkmak lazımdır. Ha. Buradan bu kameraya götürürük. Şimdi bu oradan o bazı gizli şeyler eləyir. Bu gizli şeylerin şəklini çəkib polisə göndərəcək deyəcək bu gizli şeyler eləyir. Cəmaatı şeydən eləyir. Hatta bura bakın dostlar. Bu var cəmaatda kəsir bu adam. Bax bura ara. Buna baxacaq, hamısı bu adam diyor. Bu nədir? Bu 39 nömrədir. Bu 41 nömrədir. Bu da 27 nömrədir. Getdim. Ha dostlar, indi bax gedirik bir dənə bunun şeyini çəkək. Bunun bu gecdalaqlığının şəklini çəkək. Də adama deyirlər. Gec hərəkətlər eləyib bunun gediş şəklini çəkəcəyik.
Bu domuzun şəklini çəkib elə aparsam ora qorxularından gəlib bunu tutacaqlar. O ayrı məsələ. Bravo. Sən sənə insan əti kəsən, pis sən kimlərin sıfatına. Yiyəcək o qədər nemətimiz var, gedir insan əti yeyirlər. Nə deyim, domuz əti yeməkdən ucay. Nə şeytanın yerini tutub da bu. Burada var, bu insan ciyəridir, bu insan ürəyidir, bu insan böyrəyidir, bu da Mr. Meat'dir. Gel. Göğe kaçamıram ki. Gel. Gel. İşten xarabə, nətə gəlir. Gel. Harasına? Ha, gel. Loma, hələ diyanı belə orada. Gel. Domuz gəlməsin, bu gəlsin. Gel, qorxma. Gel. Bu arada baqa şu diamond laboratuvardan çıxmır deyənə mən tez bizə şəkil çəkməliyəm. Tez. Əlimdən gəldiyincə tez onu çəkməliyəm. Bu ora gələndə siz bana gedib oradan çəkəcəm. Bir dənə ora gəlməlidir o. Gəlib ediyəsənə girib. Daha bilmirəm gəlib-gəlməyib tezlər getməli ora. Təzən domuz gəlməz yox. Grip də tutdum mən hər qış gələndə grip tuturam da. Qışa keçməyə az qalıb yenə gripim tutur mən. Tezlər gəlib burada bunun şəklini çəkək. Dost bu nə var be? Bu nədir? Bunu qarnından soxub. Ağzı açıq qalıb ya bunu. Bunu da böyrəyindən soxub, belindən soxub. Buna 2 dənə qarnından, bir də belindən soxub. Bir dənə bu utanmır. Bunlar hamısı utanır, üzüm bağlayır. Pis sən sıfatı utanmaz, qızarmaz. Nəysə, burada qırmızı nəsə. Bu nədir? Bunun içinə tullasam Allah rəhmət eləsin də getdim bütün. Şəklini çək. Yaxşı qa. Görək də nətər şəkil çəkir. Pisdir, yaxşıdır. Amma cəmaatın böyrəklərini çıxarıb. Bu nədir? Bravo, bütün insan orqanlarını bura yığıb da bu lət. Sən işdən adam öldürmüşsən. Bu nədir? Bu bir dənə 2 dənə adam öldürməyib. Bu 20-30 dənə öldürmüş. Seri katildir ya bu. Seri öldürür. Mən PUBG-də bu qədər adam öldürməmişim və bu lət. Buna bax ciyərlərin zadlarını çıxarıb. Hamısını burada sərgiləyir. Bu nə? Bunlar da qorxmağa başladı. Mən bunu görəndən tezlə gedib polisdən gəlib bunu tutturacağam. Bravo, amma dəney odaları, Mr. Meat. İnsanlar üzərində dəney eləyir ya, bu nədir? Bütün bu şirkətindən qazandığı gəlirlərin hamısını buraya atırır bu. Cəmaata üstündə dəneyzar edir. Gəl. Nə oldu, tanımadı? Ya belə eləyərlər. Sən qaçdım ha, ay. Bu ara qaçsan ha, bunun əlindən qaçmaq olar. Hə, bizə qaçdım, 100% qaçdım, 100% nədir hə? Özü hörmət elə. Hə, bunu bura atdıq. İndi bir daha gedib oradan o silahı götürməliyik dostlar. Bir daha gözləyin. Bir daha gedib orada silahı götürək. Hə, götürdük bunu. Buradan bunun mərmilər var, bunu da götürürük. Gedib polisə indi zəng eləməliyik. Bunun üst katında bir də yataq otağında şey var, telefon. Oradan bunu gedib 102'ye yığırıq. 102 idi, 103 idi da. 103'e yığırıq. Hətta döyə zəng eləməyi 103'e zəng elə. Buna baxıyor, buna da. Belə polis nömrəsi. Onun yazana qədər elə mənə gəlib öldürərdin o. Hə. Ne oldu? Ne oldu? Ortası yanıyordu. Ha, ne oldu? Ha, ne oldu? Gözlə mən gedim burada şey eləyim. Polis gəl gözlə. Normalda polis gəlmir. Deyirəm, sən nə boş danışsan. Deyirəm, bu heç nə eləməyib. Mən niyə bunu dəb durduqaya tutum? Əldim hə. No, I'm not interested in this. Deyir, sən nə danışsan hə? Deyir, Mr. Meat'ə niyə şey eləyən, böhtən atsan deyir, cındır deyir. İndi biz buna bunu verəcəyik, bu qəşəyə gedəcək ora. No, I'm not interested in Az danış geç. Yazdık. Evet. Bit. Getdin. Gəl qabaq deyil. Bunu domuza tutar. Gedin bu domuza baxım mən. Domuz bizə çox böyük problem çıxara bilər. Ba. Gedim öldürmə görəsən. Nəyə öldürməyim lazım. Gəl tez ol. Bunu öldürməməyimə peşman olmaram. Görmədi.
Heç nə olmaz. Rahat get tez ol. Vay, tez ol lan. Bura ciğerləri qoparmış deyə cəmaatın. Amma orada böyrək gördüm, ürək gördüm. Baba elə bura elə bu sübutdur. Ara getsin ha. İlla elə ora baxmaz. Elə bura baxan adam gəlib onu öldürərdin ha. Bak ha. The humanoid pig. Baba ağzına açıb baba. Baba ağzına açıb başımı soxaram mən bunun ağzını o qədər açıb. Hala bura. Utancından gözüm bağlayıb. Bura bax qarnına bir dənə, bu bövrəyinə bir dənə, belinə bir dənə. Ha, ikisinin qarnına birin belinə. Hara getdin ha? Baba hara getdi? Sözümə qulaq as da la. Gözlə məni, gəl tez ol, gəl. Bu orada qalacaq. Biz indi bir daha gedib Mr. Meat'i bura gətirməliyik. Bunun yanına. Bu özü Mr. Meat'i dayandıra bilmir. Görsünüz da bu yekə kişidir. Qarnlı kişidir. Bu elə nəzi adam. Bunun da qarnı var ya, bunun qarnı. Bura. Bunun nətə vurasan ki sən? Mümkünatı yox deyə vura bilməzsən. Qoy bunun qarnında boy. Gəl tez ol. Gəl. Gəl bura. Gəl. Bunun bize şey görməsin deyə buna girəcəm, yoxsa buradan baxanda görər. Gəl. Gəlmir yox. Gəl. Polis gətirdim. Gəl bura, gəl. Bir dənə ürəyindən vurdum, nə oldu? Tutmuşam, ağzına tutmuşam, tez ol. Qəşəng dostlar, bu sonu da elədik. Qızı da xilas elədik. Qız da xilas eləmiş olmuşdu. Əslində iki sonu birdə elədik. Həm qızı xilas elədik, həm onun elədiyi dənəkləri də yandırdıq. Dəf kimi son bunu da elədik. Bu bölümümüzdə salam dostlar, mən Əli Məmmədov. Bu gün yenə Mr. Meat oyununa davam edəcəyik. Bu bölümümüzdə deyim nə qaracaq dostlar. Bu Mr. Meat'im səhər bu qızı yox, balaca uşağı qaçırıb. Bu uşağı da domuza çevirib. Mındar şərəfsiz domuz. Elə adında da domuz var. Mr. Meat yəni Azərbaycancası domuz adam, domuz kişi, domuz pip. Nəysə, harda qalmışdıq hə? Bugün gedib o domuz qızı təzdən insana çevirməyə çalışacaq dostlar. Ya Allah, bismillah başlayaq. Həmişə bismillahla başlayın. Hə, gəldik. Keçən səfərki bölümdə bunu polisə vermişdim. O bir bölümdə qızı xilas eləmişdim. Bu bölümdə də bu domuz adamın qızını xilas edəcək. Qızını yox balaca bu uşağı qaçırıb domuza çevirib. Hə onu təzdən insana çevirməyə çalışacaq. Görək də eləyə biləcək. Görüm də alındıra biləcəm. Gedək görək nə olur. Tam sındırdıq. Hə. İndi buradan tezlə bura gedəcəyik. Bu səhər tez olmalıyam biraz. Çünki bu bölüm dostlar bundan 3 dənə yığmalıyıq. Bu musiqi şeylərindən oyuncağı kimi bir şeydir bu. Ondan 3 dənə yığmalıyıq. Burada yoxdur. Hə, burada da var. 2 dənəsi buradadır. Yazıda qalsın. Gəl. Gəl, nətər loxladım. Bunu mən 1-2 dəfə eyni taktiklə yoxlamışam. Yoxlamamışam, loxlamışam. Hamısında da eyni taktiklə loxlanıb, lox. Mən buna lox deyəndə elə belə demirəm ki, bu doğrudan loxdur ki, mən buna lox deyirəm. Doğrudan çəkişdə üst qatdadır. Doğrudan çox pis yerlərdə çıxıb ya bu əşyalar bir səfər. Ay belə. Onsuz oyun uzundur, bu oyunu daha da uzun eləyəcək. Nəysə təzədən bu onsuz bölüm uzun da olsa siz izləyərsiniz. İzləməzsə o videomda 10-15 nəfər izlədi ya. Gedin dəstək olun da, polisə vermişəm Mr. Meat'i, siz izləmirsiniz. Nə deyim. Amma buna da bir ehtiyacımız olacaq dostlar. Təzədən buradan çıxaq. Bak gəl. İndi dostlar biz baleriyana deyirəm. Barbie kuklalarının parçalarını yığmalıyıq buradan. Birinci parçamız. Gəl. Gəl görüm nə qaracaqsın. Bunun da onsuz bir dənə qolu var deyənə 2-3 dənəsini bir yerdə yığmaq olmur. Bunun bir dənə qolu var. O adama deyirlər 3-4 dənə qolun var, hansını yığ 4 dənə. İşte xarabə. Hamısını da elə bil mən buna deməliyəm. Get də. Nə deyim ha, loxdur da, lox. Baba bunu yenə anlatacağım. Baba indi bura gələcək. Gəl indi bir səhər bura gəl. Hə, get ya. Gəl, rahat. Loxu loxlamaqdan asan şey yoxdur ya bu dünyada. Hə, gedirəm. Bir dənə parça qaldı, o ya buradadır ya da onun yataq otağındadır. Yataq otağında, yataq otağında olmasaydı yaxşı olardı deyə. Tez tap. Hazır gəlməmiş tez qoyum.
İndi dostlar onu Barbie parçalarını birləşdirdi. İndi Mr. Met gələcək bunu öz uşağına aparacaq. Abi qatacaq götürəcək. Uşağını aparmayacaq. Nə uşağı? Uşağı aparacaqdı yəni. Uşağa. Ha gedəcək uşağı aparacaq bunu oynatmağadır, nəyəsə görə aparacaq. Bilirsiniz ki o qapı kilitli idi. İndi gedəcək o kilitli qapıyı açacaq. O onu qızı aparmağa görə gedib onu açacaq. Gördüyün dostlar indi sizə göstərəcəm o qapıyı açıb. De qapı niyə bağlı? Ya dostlar uzatdım işi, rahat gedibmişdi, açmışdı. Sən niyə şey eləyirsən ki? Ha nəysə bu onsuz gedəcək indi. Onsuz əlindədir, hər nə olur olsun getməlidir. İndi gedib o qapıyı açacaq, biz də gedəcək o qızı xilas eləyəcək. O vaxta qədər də bir dənə gedim o şey açım o qapıyı. O qapıyı yaxşı açım, sonra gedim çəkici gətirim. Onsuz orada o qızı açana qədər, gedənə qədər onsuz çoxlu vaxt çıxacaq. O çəkən vaxta qədər də mən rahat gedərəm. Elə bildim üskatda deyə bir qorxu, nəysə bir qorxu gəldi içimə. Görmədi, lox görmədi. Dedim görəcək görmədi. Bunu da sındırıq, asan. Həqiqətən uşağa verdi o oyuncağı da, nətər şey eləyirsən, sən nətər adamsan, hə? Uşağın canı oyuncaq istəyir də, oyuncaq apar ona. İşdən xara bə. Sənə də oyuncaq lazımdır, o ayrı məsələ. Sən də elə uşaq kimi bir şey etdi, onsuz bu da. Qəşək burayı da açdı, burada işimizi yaramaz ya, ancaq nəysə. Danlığım paket, gəd o uşağı apar da onu. Domuz beynini ya. Elə adın domuzu deyə elə beynin də domuz qədər olmalı da. Nəysə da burada dayanırıq, indi onsuz gedib orada hər... Qapıyı açıb ya indi də. İndən qapıyı açıb ya, elə şey Barbie aparmayıb, indi gedək görək. İndi dostlar, uşaqdan bir qışqırıq səsi gələcək. Siz qulağınızı bağlayın ya, çox bərk bir qışqırıq səsi gələcək. Bundan çox qorxur da uşaq. Bunu domuza çevir bax, ona görə çox qorxur. Bu gedib ora versin, biz də onu qıraqdan izləyək. Görürsün nətə qorxur uşaq bundan, pis sənin kimlərin sifəti ilə. Gördüyün o mənə təqib eləsə də, onsa heç nə olmaz. İndi o qızı xilas eləmək üçün 1-2 dərsə eləməliyik, onun üçün təzdən ora getməliyik. Burada gizlənək o düz çıxanda ora təzdən girəcəm mən, rahat olmayın. İndi o qızı o şeydən bunu həbs eləyib o yerə, oradan çıxarmalıyıq. Bir dəqiqə, bura gəlmir o. Hə, üst qata gedir, hə, üst qata gedir, rahat olmayın. İndi təzdən gedib bunu buradan çıxaraq, açar buradadır, o buradadır. Hə, indi birinci açar eləyək, ya o birisini eləyək, taxta eləyək, hə. Bu taxtaya gedib o üst qatda bunu qıracağıq, sonra bir şey eləyəcəyik. Bundan dairəvi şey düzəldəcəyik, bunu bura taxacağıq, sonra oradan o ip gətirəcəyik, onu bura bağlayacaq, sonra bunu atacağıq, bu belə qalxanda onu ağırlıq eləyəcək, bunu da qaldıracaq. Bilmirəm, başa düşdünüz. Mən qədər loxda ölçüsə başa düşərsiniz, nəysə. Çox şey danışıram, ona tər deyirlər, çox şey danışıram, Sürətli danışıram. İndi o tərzdən ora gəlsin. Az danış da. Sən də daya. Boş danışır elə. İndi atası gələcək. Bərkdən bir daha qışqırtı qoyacaq. Yenə qulağınızı bağlayın. Hə, buna bax. Hər bir dağdan bir ətdən bir parça götürür. Yiyir azlıq. Zəhər zıqqım olsun sənə. Cavada domuz əti satır. Özündə dana əti var. Görürsünüz də. Bu nədir? Oyun niyə boyayır da? Hə, nəsə o geçsin. Ha o getdi. İndi biz getməliyik üst qata dostlar. Üst qata çıxmalıyıq ki bu açarlı o yerə açaq. Mənə gör. Görmədim. Lox görmədim. Lox. Bunun yataq otağında bir daha yer vardı. Ora gedəcəkdim, gedəmədim. Gəl bura gəl. Bırak. Where are you, little mouse? Bunu ağladım çətin oraya bu lət. Dostlar bunun niyə yataq otağında ip var? Bu qızları qaçırırsa yataq otağında ip var. Bu nə qarba adamdır? Bu başqa şeylər eləyir deyəsən. 100% tutuldum. Gözlə. Ay! Böyle durum belənçi. Oy! Durun ağarsan əsən. Ha yaxşı. Heç nə olmaz. Mən görsələr heç nə olmayacaq. Burada qaçmağa yeri yoxdur deyə gəlib mənə tutsuq mənə öldürəcəkdi. O bir daha başımı o ətlən bir dənə vuracaq. Elə orada da yıxılıb qalacam. Gəlmədi deyəsən. Elə mən çıxan kimi gələcək. Hədə çıxdım nəysə də. Gəlsən gəl, gəlmirsən gəlmə. İndi dostlar buraya bağlayırıq. Sonra
Bunu götürürük. Sonra bunu da bağlıyoruz. Sonra bu baba en sevdiğim şey tırıq dərmanı. Bu tırıq dərmanı deyim kimə verəcəyik? Mən də istəyərdim Mr. Meat-ə verməyə, ancaq mən Mr. Meat-dən belə əsəb eləyən bir şey varsa, o da domuzdur. Bu domuz yoxa, uşağı demirəm, sən başmayın. Mən 2 bölümdə qan kusturan bir də domuz var. İndi bu domuza onu aparacağıq, bunun yemliyini atacağıq. Ondan sonra da o deyim nə olacaq? Tırıqlayacaq. Sıçacaq da elə bil altına. Bunu sadəcə intikam üçün eləmirik dostlar, bir də bundan şey eləyəcəyik, dərman eləyəcəyik. İzləyib görərsiniz. Maraqlı şey eləyəcəyik dostlar, sizə axıra qədər izləyin. Gəl. Çəpərimi gətirərəm, səni öldürərik, sən öldürəm. Rahat bax, bunu bura qoyduq, bam deyə. Bu onu yeyəndən sonra buna bir tırıq gələcək. Gəl görəsən. Bax, yenə gördü məni belənçi işə osturum. Hə, görmə, get. Get yeməyi ye. Get yeməyi ye də, nə də məni əsəbləşdirsən də, nəsən? Hə, asan. Bu səfərdə Mr. Meat gəlir də mən, belə işə mən nə deyə bilərəm ki? Bu domuz adam görəcək mən, Mr. Meat də görə bilər. Oy, belə gəlir. Hə, gəl ya, qaçdıq, heç nə olmaz, qaçdıq. İndi bir dənə oradan o şeyə götürməliyik. Əlci onsuz o şeydə idi, o qəribə yerdə. Harada da, hə burada. Bunu götürürük, buna gedib o həyatdakı şeyi. Bunu üst qata atmalıyıq. Üst qatdakı o asitli su var ha. O Mr. Meat'in asitli suyu. Onun üstünə bunu atmalıyıq, hə. Üst qatda 4-də, hə. Dostlar, bunu bura atırıq. İndi getməliyik dostlar, buradan, bura belə çıxmalıyıq. Düz burada şey var, əlcək var. O əlcəyə götürməliyik. Buradan əlcəyə götürdük, təzdən üst qata çıxmalıyıq. Çıxa bilməliyik. Oy, belə qızdan qorxdum, hə. Bax, qızdan qorxdum, sən öl. Elə bildim Mr. Meat'in domuzudur ya, qızdan qorxdu. Biyabırçılığa bax. Bu nədir, biyabırçılığa bax. Mr. Meat'in domuza çevirdiyi uşaqdan qorxdum, hə, bu nə tər şeydir, hə. Mr. Meat'dən qorxmadım, ondan qorxdum. Nəysə, tez biraz gedək bura qoyaq. Bunu bura qoyuruq. Bunun burada qırmızı bir dənə suyu var da, bilmirəm bu nə suyudur bu. Ancaq yaxşı sulardandır, onu bilirəm. İçməlidir, onu bilirəm. Tezdə bunu buradan qaldıraq, qaldır. Hə, götürdük. İndi dostlar, bu şeyi, bu asitli suyu bir də aparmalıyıq ora ki, bundan dərman düzəldə bilər. Nəsə o gəlsin, problem yoxdur. Bunu belə bura tulluyuruq, qutardı getdi. İndi bizim getməliyik, bunun bu domuzuna bir ziyarət eləyə gedək, bunun bir tırıqlarını yığaq. İndi bununla bir daha tırıq gəlib. Hər yer tırıqdır da dostlar. Rahat tırıqlatdıq bunu. Nə oldu, sən mənə qovalayarsan, mən də sənə tırıq dərmanı verir, sənə tırıqladaram. Gəl bura, gəl. Bura bax, hər yeri pox eləyib, ya buraya. Götürdüm. Televizor buradan qaç, 100% görəcək, 100% görəcək. 100 deyirəm də. Anam bala. O şeydə, o İspanyada olur ha, o şeydə. Öküzdən belə qaçırlar ha, eyni ondan eləyirəm. Hop bala, satsan, hə, belə, satsan. Oy dödənən hava Mr. Meat. Da bu çöp qutusu. Bu da yeriyəmirəm ki ha. Televizor indi bu poxu, domuz poxunu televizor şey aparmalıyıq ora. Onu da ora qoyacağıq. Sonradan nağarmalıyıq. Bir tane nağarmalıyıq bundan sonra. Yadımdan çıxdı deyəsən. Aha, indi yadıma düşdü. Bu Mr. Meat'i bir dənə burada öldürəcəyik dostlar. Buna bir at. Eşitsin səsi bura gəlsin. Biz bunu burada öldürəcəyik. Televizor buradan bu mərmiyi götürək. Bir dənə belə kəlləsinin ortasından bir daha vurmaq istəyirəm buna. Gəl, haradasan? Bir də qapıyı dördüm. Haradasan, hə, buraya? Buraya mən əsəbləşdim, tez ol. Harada bu? Niyə gəlmirəm Mr. Meat? İstəməsəm dəqiqə başıma təqib eləyərik. Gəl. Dostlar, bunu üst qatda bayıldacam ki, oradan biz doktoruza da gətirməliyik. Veray onu. Təqib elədən məni. Hayır. Qorxdum, hə, tez ol, gəl. Oradan gələcəm, mən buradan bir dənə onun təpəsinə bir dənə qoyacam. Bam, getdi, nə oldu? Hə. Televizor gedirik dostlar.
Deyim nə aracı? Bu doktoru çağıracaq. Bu doktora da təbii ki gedib şey deməyəcək də, yəni. Ay doktor, bizdə bir də burada bir dənə uşaq var, domuza çevirib deməyəcək də, təbii ki bilim insanına, yəni. Deyər ki, ay get ostur burdan. Ona tər şeydir, inanmaz. Ona görə gedib buna bu şey göstərməliyik, bu domuzu. Gəl get ol. Tez gəl, tez ol. Saz ol, ona sanın onu kəllə bir dəyə qoyaram. Gəl. Gəl. Gedər. Rahat olma, o heç nə eləməsin, atom sənə heç nə eləyəməyəcək, gəl. Get su, gəl. Gəl, nə da, sən nə oldu, nə gəl də tez ol. Çox uzaqlaşandan sonra qaçıcı gedir, qorxusunlar. Gəl, tez ol, gəl. Ha dostlar, götürüyor oradan o şeyin yanına, bilim insan yanına, bu domuz qızı göstərəcək, yoxsa inanmır da, təbii ki, mən də olsa, mən də inanmıram onsuz. Mənə birizdən gelib desək, ya burada domuz qız var, gəl onu xilas eləyək, deyərəm, ki, dostdur, ha, burada. Özü hörmət elə 2 qram. Hə, gördün, hə, getdin. Tazala, so yeri. Gəl, göldün, ha. Sən bana açıq olsturum, biri sınıb, biri sınmayıb, gəl. Arda belə bunun belinə vurmalıyıq geçsin, yoxsa yerimir. Nə danışsan, sən geriyə də buradan. Tez oldu la, de olmadı ki. Tez ol. Vay, bu nə yavaşlıqdır day. Daha Mr. Bit gəlib səni təpəyə qoyacaq, ondan sonra verməyəli gör dolar. Başa düşdükdə verməyəli gör. Mən niyə burada ilişdim, hə? Dostlar, indi burada gəl bu sihirli şeylər cüyüm. Bu dostlar, bu poxu bura qoyuruq. Sonra bu qərbə suyu da bura qoyuruq. Hə, uca hazır. Duzaq bura tıkladım anda bitir. Bu domuz qız dostlar izləyin, bura, bu yazıq qıza, bu nə tər yiyir, bu nədir? Əli yığışdır, mərifət, tezbizə bunu qoyum, o əlini oradan yığışdırsın. Gələ bura, tez ol. Hə, gəl, xilas elə, tez ol. Ay da mən o vərəkləri yığmağı unutdum, da neyse dostlara qalsın. Tez ol da. Dostlar, indi burada pəmbə şey içəcək, ondan sonra dönüşəcək dostlar. Bayağı izləyək. İnsan olacaq. Bakın dostlar, indi izləyin. İnsan olur, bakın. Aha, insan olur. Sən eləmədin, mən elədim, mən doktor, mən elədim, hansını mən yığmışam. Nə baxı. Tez olun, gedin. Uşaq o da çox domuz olur, insan olan hələ əlini belə domuz kimi tutur. Nə oldu, şanot dili belə doktoran da qopardaram. Nə oldu? Bax şimdi dostlar. Hə, qəşəng dostlar, bu oyunumuzun da finalinə gəlmiş olduq.